Yoldaşım məni sevir, 500 manat da qazansa mən onu sevirəm. Hı -hı. Özünü aldadır bir kişinin yaradılışdan. Necə ki, təmin etmə gücü var, bir qadının da yaradılışdan təmin olunma istəyi var. Əgər yanındakı kişi onu təmin etmirsə, o qadın neyniyir? Başlayır daxilində aqressiya yaşamağa. Eyni şəkildə də kişinin təmin etmə gücü var. Əgər o hiss eləyirsə ki, yanındakı qadını təmin edə bilmir, o kişi də başlayır daxilində aqressiya yaşamağa. Təmin edə bilmədiyi üçün aktiv aqressiya ola bilər, passiv aqressiya ola bilər bu. Aktiv aqressiya odur ki, qadın daha çoxunu istəyəndə qadına şiddət göstərə bilər kişi və yaxud da uşağa şiddət göstərə bilər, əsəbləşir, əsəbini, aqressiyasını göstərə bilər. Bu aktiv aqressiyadır. Passiv aqressiya da odur ki, siqaretə qurşanma, asılılığa qurşanma, hər hansısa bir, nə bilim, qumar oynama kimi, narkotika qurşanma kimi. Bu isə passiv aqressiyanın göstəricisidir ki, məhz daxilində anlayır ki, bu ailəni saxlaya bilmir, təmin edə bilmir və təmin edə bilmədiyindən dolayı da başlayır aqressiyasını ya özünə yönəltməyə, ya da qarşısındakına yönəltməyə. Bəli, biz burada heç nə normallaşdırmırıq, sadəcə aydınlaşdırırıq. Yəni heç bir şey haqq qazandırmırıq. Rəylərdə yazırsınız, ona görə vurğulayıram. Səbəbini ortaya çıxartdıq. Haqq qazandırmadıq. Bu belədir, bu səbəbdən belədir.